Salam dostlar, hər vaxtınız xeyir olsun. Xırdalıda, prospekt yolunun kənarında Heydər Parkına yaxın 3 otaqlı, kupsalı, 94 kvadrat olan mənzilimiz satışa çıxarılıb. Hal-hazırda biz mənzilin qonaq otağındayıq. Yeni təmirdən çıxıb, təmirdən sonra mənzildə yaşayış olmayıb. Yine ətraflı göstər mənzilin, yəni üstü pərdələrinə kimi qoyulub. Qarşısında yerləşir mətbəxi. Mətbəx hissəsi, bir də koridor hissəsi keramik granitdir. Altı istifolu. Bura mətbəxidir. Genişliyi də mətbəx kimi normaldır. Prospekt yaxınlığında köhnə bazar, təzə bazar deyim, ya düz yanındadır, Kapital Bankın yaxınlığındadır, prospekt yolunun kənarındadır deyim. Qazı su işığı daimidir mənzildə. Keçək uşaq otağını göstərək mənzilin. Bura gördüğünüz kiçik bir uşaq otağı, eski otaqdır. Kupsalıdır, kupsa əldədir, ipotekası ayrılmış müştərilər də bu mənzili əldə edə bilər. Keçək giriş qapısını göstərək sizə. Bax, bura giriş qapısıdır mənzilin. Burada bir xoşun şkaf qoymaq üçün də yeri var, rahatlıqla bir xoş şkafı yerləşdirmək olar. Təmir də əla təmirdir. Çox keyfiyyətli təmir olub. Sanitar qovşağımız. Burası sanitar qovşaq. 94 kvadrat 3 otağa düzəlib. Prospekt yolun kənarında kupsalı mənzildir. Burada ailə üçün nəzərdə tutulmuş yataq otağıdır. Qarşısında eyvan yerləşir. Qaz nəqazı da burada qurlaşdırılıb. Komi xətləri orada çəkilib. Dəyərli dostlarımız, bu mənzil 139.000 manata satışa çıxardıb. Mənzil əldə etmək istəyən müştərilərimiz bizimlə əlaqə saxlaya bilər. Həmçinin kanalımıza abunə olmağı unutmayın ki, belə bir mənzillərimiz çıxdıqsa sizin də məlumatınız olsun. Sağ olun.